11-ci sual. Tərəfinin uzunluğu 6 desimetr olan kvadrat formalı metal vərəqin künclərindən tərəfinin uzunluğu 1,5 desimetr olan kvadrat formalı hissələr kəsdilər. Verilmiş bu kvadratın tərəfi 6 desimetrdir. Onun küncündən tərəfi 1,5 desimetr olan kvadrat formalı bu hissələri kəsdilər. Artıq qalan vərəqdən düzbucaqlı paralelipiped formalı qutu düzəltdilər. Düzələn qutunun həcmi nəyə bərabərdir? Həcmini tapmaq üçün eni uzun və hündürlük lazımdır. Eni, daha doğrusu uzunu, bunu əgər uzunluq olaraq götürsək, bu 6 desimetrdən 1,5 deməli desimetr sol tərəfdə 1,5 desimetr sağdan çıxardanda qalan nədirsə o olacaq. 6-dan deməli çıxmaq lazımdır 2 dənə 1,5-i. Bu isə 3 olacaq. Deməli, bunun uzunu və eni bir-birinə bərabər olacaq. Deməli, burada 3 desimetrdir. Qalır sadəcə hündürlük. Hündürlük isə 1,5 olacaq. İndi bunun həcmini tapmaq üçün sadəcə bunları bir-birinə vurmaq lazımdır. 3 vurulsun 1,5 bərabərdir. 3 dəfə 3 9 vurulsun 1,5 edir. Deməli, 13,5 kub desimetr. Deməli, doğru cavab D bəndidir. 12-ci sual. 12, 24 və 42-nin ən böyük ortaq bölənini M ilə. Deməli, M bərabərdir ən böyük ortaq bölən, yəni əbob. Hansı ədədlərin? 12, 24 və 42. 12, 24 və 42-nin ən böyük ortaq böləni 6 olacaq. Deməli, M 6-ya bərabərdir. N isə 14, 21 və 12-nin ən kiçik ortaq bölünənidir. Deməli, əkob 14, 21 və 12. Bu 3 ədədin əkobu, yəni ən kiçik ortaq bölünəni 21-in biz bölünənlərini götürməliyik və bunlardan hansı həm 14-ə, həm də 12-yə bölünür, ona baxacağıq. 21-in özü bölünmür. Növbəti 42-dir. O da bölünməyəcək. Deməli, 42 yəni 14-ə bölünür, amma 12-yə bölünmür. 42-dən sonra 63 gəlir, bölünməyəcək. Növbəti isə 80, deməli 84-dür. 84 14-ə bölünür, 6 dəfə gəlir. 12-yə bölünəndə də bəli 7 dəfə bölünür, 7 dəfə gəlir. 84 olacaq onların ən kiçik ortaq bölünəni. İndi bizdən aşağıda verilmiş bərabərlikdən hansının doğru olduğunu soruşur. A bəndində M bölünsün N bərabərdir 1/10-a deyir. Əgər biz M-i N-ə bölsək, yəni 6-nı bölmək lazımdır 84-ə. 6-nı 84-ə böləndə 1/10 kəsirini, yəni nisbətini bizə verməyəcək. Əgər 6 və 84-ü ixtisar etsək, deməli 6-ya bölünürmü bu? 2-yə və 3-ə bölünürsə, bəli bölünür. Əgər 6-ya bölsək, 6-ya 6-ya böləndə 1, 84-ü 6-ya böləndə 1 və 4, 14 edir. 14-də 1. Deməli, A bəndi deyil. B bəndində deyir ki, N bərabərdir 12 M-ə. N bizdə 84-dür. Bərabərdir 12 vurulsun M-ə. M 6-dır. Əgər 12-nin 6-ya vursaq, 72 edir bu. Ona görə də bərabər olmayacaq. Deməli, B bəndi də yanlışdır. Baxaq G bəndinə. M bərabərdir. M-in yerinə yazaq 6. 6 bərabərdir. N bölünsün 6-ya. Yəni 84 bölünsün 6-ya. 84-ü 6-ya böləndə 6 etmir. Ona görə də G bəndi də düz deyil. Qaldı D bəndi. D bəndinə M böl N yazılıb. Deməli, M bizdə 6, N 84-dür. 6-nı 84-ə böləndə 14-də 1. Həqiqətən də doğru cavab D bəndidir deməli. 13-cü sual. A və B elə ədədlər çoxluğudur ki, A bərabərdir. Deməli, 2, 2-də 7, 8, 9,2 və 12. B-nin elementləri bizə verilmir, ancaq A və B-nin kəsişməsi 2 və 12-dən ibarətdir. Yəni, bu o deməkdir ki, B-nin A ilə ortaq elementləri sadəcə 2 və 12-dir. Yəni, B-nin içində həmçinin A-da olan sadəcə 2 və 12 var. Başqa, yəni B-nin başqa heç bir elementi A-da olmaması lazımdır. İndi gəlin baxaq cavabları da bizdə nə soruşur? Aşağıda sadalananlardan hansı B çoxluğu ola bilər deyir. Bəli.
A bəndinə baxaq. Baxın, deməli 2 var, 12 yoxdur. Yəni bizdə A bəndi doğru olmayacaq. Çünki A bəndində verilmiş çoxluğun elementlərindən 2 olsa da 12 yoxdur. Keçək B bəndinə, yəni A düzgün deyil. B bəndinə baxaq. 2 və 12 var. İndi gəlin baxaq. 2 və 12-dən başqa A-da olan element varmı burada? Misal üçün 2-də 9 kəsirini götürsək, 2-də 9 varmı A-da? Deməli 2-də 9 yoxdur. Bəs 15? 15 də yoxdur. Deməli B bəndi, deməli B-də verilmiş, yəni bu çoxluq B çoxluğu ola bilər. G çoxluğuna baxsaq əgər 2 və 12 var. İndi baxaq 3,5-ə baxaq. 3,5 və 2-də 7 kəsirləri kəsir eyni kəsir, yəni eyni ədədlər bunlar. Ona görə də G bəndinə verilmiş çoxluğu da 2-dən çox ortaq element var. Ona görə də G bəndi doğru olmayacaq. D bəndində yenə 2 və 12 var, ancaq əlavə olaraq 9,2 də var. Yəni 3 ortaq element verilibdir burada. Ona görə D bəndinə yanlışdır. Doğru cavab B bəndi olacaq. 14-cü sual. Data söz verdi ki, o Tuşetini və ya Xefsuretini ziyarət edəcək və əgər Xefsuretini ziyarət etsə, onda Tuşetini də ziyarət edəcək. Sadalanlardan hansı halda data sözünü tutmadı? Əvvəlcə yəni bu cümlədən nə nəticə çıxır ona baxaq. Deməli data Tuşeti və ya Xefsuretidən ən azından birini ziyarət etməsi lazımdır. Çünki bizə deyir ki, o bu iki, deməli ya Tuşetini ya da Xefsuretini mütləq ziyarət edəcək. İndi əlavə olaraq şərt verilir ki, əgər data Xefsuretini ziyarət etsə, o halda o eyni zamanda Tuşetini də ziyarət edəcək. İndi data nə vaxt sözünü tutacaq? Yəni bu suala cavab verək ilk öncə. Əvvəlcə birinci hal odur ki, data tutaq ki, Tuşetini ziyarət etdi. Əgər data sadəcə Tuşetini ziyarət etsə, o sözünü tutmuş olacaq. Çünki 2, deməli bu şəhərdən birini o deməli ziyarət etmiş olur. Yəni Xefsuretini ziyarət etməyə məcbur deyil. Sadəcə Tuşetini ziyarət edib geri qayıda bilər. Yəni şərtdə bizə o deyilmir ki, Tuşetini ziyarət edəndə mütləq Xefsuretini ziyarət etməsi lazımdır. Ona görə sadəcə Tuşetini ziyarət edərək o sözünü tutmuş ola bilər. İkinci hal, Tuşeti və Xefsuretini birlikdə. Gəlin birinci təkcə Xefsuretiyə baxaq. Yəni data sadəcə Xefsuretini ziyarət edə bilərmi? Yox, niyə? Çünki şərtdə deyilir ki, əgər o Xefsuretini ziyarət etsə, onda Tuşetini də ziyarət edəcək. Ona görə də sadəcə Xefsuretini ziyarət edə bilməz. Onda sözünü tutmamış olur. Xefsureti və yəni Xefsuretini ziyarət edibsə, onda o Tuşetini də ziyarət edib. Yəni o Xefsureti və Tuşetini ikisini də yəni ziyarət etsə, sözünü tutmuş olacaq. Qalan hallarda isə sözünü tutmamış olur. İndi baxaq variantlara. A variantında data Tuşetini ziyarət etmədi. Yəni sualı birinci yenidən oxuyaq. Yəni bizdən nə soruşulur? Sadalananlardan hansı halda data sözünü tutmadı deyir. İndi baxaq A bəndinə. Data Tuşetini ziyarət etmədi. Əgər data Tuşetini ziyarət etməyibsə, bu o deməkdirmi ki, data sözünü tutmadı? Deməli, data əgər Tuşetini ziyarət etməyibsə, o mütləq Xefsuretini ziyarət etməsi lazımdır. Çünki o qeyd etmişdi ki, data bu iki şəhərdən ən azından birini, yəni ya Tuşetini ya da Xefsuretini mütləq ziyarət edəcək. Əgər o Tuşetini ziyarət etməyibsə, deməli mütləq Xefsuretini ziyarət etməsi lazımdır. Ancaq Xefsuretini ziyarət edəndə şərtdə qeyd olunur ki, o eyni zamanda Tuşetini də ziyarət etməsi lazımdır. Yəni təkcə Xefsuretini ziyarət etmək mümkün deyil. Ona görə də A bəndində deyəndə ki, data Tuşetini ziyarət etmədi, bu hal mümkün deyil. Yəni A bəndi bizim doğru cavab olacaq. Bu halda o sözünü tutmamış olur. Gəlin qalan bu bəndlərə də tez-tez baxaq, görək nəyə görə bunlar doğru cavab deyil. B bəndində deyir ki, data Xefsuretini ziyarət etmədi. Baxın, birinci yazdığım hal. Bəli, o Tuşetini ziyarət etmiş ola bilər. Tuşetini ziyarət edəndə Xefsuretini ziyarət etməyə məcbur deyil. Yəni B bəndi mümkündür. G bəndinə baxaq. Data yalnız Tuşetini ziyarət etdi deyir. Tuşetini yalnız ziyarət etməsi
Data yalnız tuş etini ziyarət etdi halı mümkündür. Çünki birincidə elə o verilib bizə. Sadəcə tuş etini ziyarət edib, deməli G də mümkündür. Qaldı D bəndi. Data həm tuş etini, həm də xəvsur etini ziyarət etdi. Bəli, bu ikinci verdiyimiz halda bu elədir. İkisini də eyni zamanda o ziyarət edib. Yəni D bəndi də mümkündür. Sadəcə A bəndi mümkün deyil. Yəni A bəndi olanda o sözünü tutmamış olur. Doğru cavab A bəndi olur ona görə də. 15-ci sual. EB və AC düz xətlərinin O kəsişmə nöqtəsindən EB və AC düz xətlərinin O kəsişmə nöqtəsindən EB düz xəttinə bəli, perpendikulyar OD şüası çəkilib. AOE bucağının ölçüsü, yəni bu bucaqdan gedir söhbət. Xeyr, səhv göstərdim. AOE bucağının deyir. AOE bu bucaqdan gedir söhbət. AOE bucağının ölçüsü DOC bucağının ölçüsündən, yəni bundan 2 dəfə artıqdır. Deməli, əgər bura x olarsa, bura 2x olacaq. 2 dəfə artıqdır deyir ora. AOB bucağının ölçüsü nəyə bərabərdir? Bizdən, baxın, bu bucağı soruşur. Yaxşı, deməli, əgər biz AC düz xəttinə baxsaq, baxın, bura açıq bucaq əmələ gətirir. Bu bucaq isə, bu açıq bucaq 3 hissəyə bölünüb. Biri 2x-dir, biri düz bucaq, yəni 90 dərəcədir və üçüncü isə x dərəcədir. İndi biz bunları toplasaq 180 dərəcə olması lazımdır. Ona görə də tənlik qururuq. 2x toplayaq 90, toplayaq x bərabərdir 180 dərəcəyə. Buradan x-i tapaq. 2x toplayaq x, 3x bərabərdir 180 çıx 90, 90 edir. X bərabərdir 90 bölünsün 3-ə, yəni 30 dərəcə. X 30 dərəcəyə bərabər olanda bizdən AOB-yi soruşur. Baxın, AOB və AOE bucaqları qonşu bucaqlardır. Yəni onlar birlikdə 180 dərəcə olması lazımdır. İndi biz əvvəlcə AOE bucağını tapaq, sonra 180-dən onu çıxaraq AOB bucağının ölçüsünü tapaq. Deməli, əvvəlcə tapırıq AOE bucağını. Bu isə 2x idi, yəni 2 dəfə 30 dərəcə. Olacaq 60 dərəcə. Ona görə də AOB bucağı bərabərdir 180 çıxılsın 60 dərəcə. Bu isə 120 dərəcəyə bərabər olur. Doğru cavab olur G bəndi.